Aparıcılar sosial şəbəkədə oxuyanı efirə çıxarır. İzzət Bağırov deyib. İzzət müəllim, İzzət Bağırov. Sosial şəbəkənin özü də efirdir də. Dünyada baş verənlərin hamısını biz sosial şəbəkədə giririk, Facebooka, giririk, Instagrama, giririk, daxil oluruq TikToka, YouTube'a. Oradan biz dünya ilə bağlı bütün xəbərləri biz sosial şəbəkədən öyrənirik. Prezidentlə bağlı bütün xəbərlər sosial şəbəkələrdə paylaşılır. Biz oxuyuruq, tanış oluruq. Demək, bu da yalandır. Yox, bu qədər belə dırnaqarası baxmaq olmaz. İnsanlar məhz yaxşı nələr varsa, yaxşı adamlar, ağıllı adamlar, müdrik adamlar, ziyalılar, bəli, yaxşı şeyləri buradan götürür. Elə axmaq, elə TV-lərdən də götürür, sosial şəbəkədən də götürür. İkinci də İzzət müəllim, İzzət Bağırov, TV-lərə baxan var. Ümumiyyətlə, indi bildim, dedilər ki, sizin verilişiniz var. Ümumiyyətlə, sizin o reyting var ha. Reyting varmı? Ümumiyyətlə, baxan varmı? Bir aparıcı var, vaxtikən çox tanınırdı. Onu bir verilişə dəvət etdilər. Orada aparıcılıq etdi. Mənə zəng vurub dedi ki, Sara, mən əvvəllər verilişdə aparıcı olanda Allah küçədə yeriyə bilmirdim. İndi insanlara deyəndə deyir ki, belə TV var, belə veriliş var, belə aparıcı var. Yox, siz səhv edirsiniz. Artıq TV-lər də, siz nə qədər desiniz ki, onları dəvət etməyin, onları çağırırsınız, onları belə edirsiniz. Xalq artistlərini çağırın, dəvət edin, otursunlar, oxusunlar. Yenə də heç kim baxmır. Bilirsiniz, seçim bu dəqiqə. İnsanlar o qədər müasirləşib. İnsanların tələbi o qədər güclüdür. Onlar o qədər maraqlı arzularla yaşayır, maraqlı tələblərlə yaşayır. Ona görə bugün orta nəsil, yaşı olanlar gənclərin tələbinə cavab verə bilmir. Siz düşünməyin ki, TV-yə onlar çıxmasa hər şey gözəl olacaq. Heç nə gözəl deyil. Xalq artistləri də gələndə xalq artistlərinə heç ümumiyyətlə baxmırlar. Ona görə yaxşı. Elə sosial şəbəkələrdə də yaxşıdır. Efirdə də yaxşı. Pis. Orada da pisdir, burada da pisdir.